Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatları 1945-ci il avqust ayının 6-sında Yaponiyanın Hiroşima şəhərinə, avqust ayının 9-da isə Nagasaki şəhərinə atom bombaları atmışdı. Bu zaman Yapon vətəndaşı olan Tsutomu Yamaguchi 1945-ci il avqust ayının 6-sında Hiroşima şəhərində işgüzar səfərdə olur. Bu zaman şəhərə atılan atom bombasının 3 kilometrlik məsafəsində olan Tsutomu Yamaguchi ağır yaralanır. Bədəninin sol hissəsində ağır yanıq xəsarətləri alır. Eyni zamanda qulaq pərdələri deşilir. Tam kar olmasa da ağır eşitməyə başlayır. Belə bir çətin vəziyyətdə olduğuna baxmayaraq o birtəhər güc bəla ilə qatarla öz evinə, ailəsinin yanına gəlir. Təbii ki, onun evi, ailəsi də təsadüfən Nagasaki şəhərində yaşayırdı. O evdə gəlir 2-3 gün dincəldikdən sonra ağır vəziyyətdə yaralı olduğuna baxmayaraq yenidən avqust ayının 9-da şirkətdə müdirinin yanına gedir, vəziyyəti ona danışmaq istəyir. Yəni yaralı vəziyyətdə olduğuna baxmayaraq işə gedir. Bu zaman müdirinin kabinetində olan zaman Hiroşimaya atılmış bombanın biri də yenidən Nagasakidə atılır və bu zaman demək olar ki, müdir dəli olmaq vəziyyətinə gəlib çıxır və bütün bu atom bombasının atılmasına baxmayaraq Tsutomu Yamaguchi ağır şüalanmaya məruz qalsa da uzun müddət yaşayır və 93 yaşında dünyasını dəyişir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.